Bananın nəsli kəsilir, sevdiyimiz meyvə yoxa çıxa bilər. Asiya, Avstraliya, Afrika və Latın Amerikasında yayılan təhlükəli xəstəlik dünyanın ən sevimli meyvəsi olan bananın yoxa çıxmasına səbəb olacaq. Hazırda istehlak edilən bananların demək olar ki, hamısı tək bir genetik klondan, Cavendish sortundan əmələ gəlib. TR4 adlı torpaq göbələyi isə banan plantasiyalarına yayılaraq dağıdıcı təsir göstərir. Bu ölümcül göbələk torpaqda 10 illərlə sağ qala bilir və bir dəfə yayıldıqdan sonra onun qarşısını almaq demək olar ki, mümkün olmur. Təxminən bütün banan ixracatının 80%-i bu göbələk təhlükəsi ilə üzləşib. Hazırda TR4-ə qarşı davamlı geniş yayılmış banan sortu yoxdur. Görünən odur ki, dərhal tədbirlər görülməsə, yaxın gələcəkdə sevdiyimiz bu meyvə birdəfəli yoxa çıxacaq.